Deməli şagirdlər, bu mövzuda 100-ə qədər demişdik, 100-dən sonrasını deyəcəyik. Deməli burada əsas məsələ birinci növbədə söz sırası etibarilə baxsaq, birinci növbədə burada ən vacib qaydamız bizim nədir? Söz sırası etibarilə sual sözü, üstəgəl köməkçi feil, üstəgəl mübtəda, üstəgəl əsas feil. Birinci bu quruluşu yadda saxlamaq lazımdır. Deməli, sual sözü, köməkçi feil, mübtəda, əsas feil. Bundan savayı ikinci vacib olan məsələmiz bizim nədir? İkinci vacib olan məsələmiz bizim və burada bu quruluşdan savayı olan bir dənə hu ilə voddan sonra xəbər gələ bilir. Bir dənə bunu yadda saxlayırıq. Yəni hu ilə vodda həm yuxarıdakı quruluşdur, köməkçi feil, mübtəda, əsas feildir. Həm də eyni zamanda nə gəlməlidir? Birbaşa xəbər gəlməlidir. İndi quruluş etibarilə bunlardır. Bir də burada söz önü varsa sonda, söz önü varsa nə olur? Hu ilə vod. Deməli, sonda gördüyümüz kimi nə var? Söz önü var. Söz önü var və burada da xəbər gəlir. Nöqtədən sonra xəbər gəlirsə hu ilə vod. Hu ilə voddan hansı var? Vod var. Daha sonra sonunda söz önü var. Yenə də eyni şəkildə xəbər gəlir. Nöqtədən sonra xəbər gəldiyində bilirik ki, ya hu ya voddur. Sonda söz önü gəlirsə yenə hu ilə voddan biridir. Cavab oldu vod. Növbəti sualda book sözü var. Book sözü isimdir. Nöqtədən sonra isim gələrsə qayda nömrə 4. Bax, fikir verin bura. Nöqtədən sonra isim gəlibsə whose, which, what kind of, how many, how much. Bunlardan biri olmalı. Şimdi bunlardan hansı var? Baxaq görək. Hansı var? Which var, whose var, bir də how many var. 2, 3 və 5. Cavab oldu A variantı. 104-cü sualda will the tourists leave the settlement? Turistlər ərazini tərk etdilər. Niyə? Bir də tərk etdilər mi? Which olmaq üçün whichdən sonra burada isim gəlməsi lazım idi, uyğun gəlmir. Nə turistlər ərazini, məskəni tərk etdilər olmur. Turistlər niyə tərk etdilər? Bir də tərk etdilər mi? Cavab olur 2 ilə 3. Sonda yenə söz önü var. Söz önü varsa yenə hu ilə, yenə what olacaq. Daha sonra müddət gəlib about 2 years. Əgər müddət verilibsə cümlədə, müddət verilibsə ona sualı how long ilə verəcəyik. Müddət adətən for ilə verilir. For ilə də verilə bilir. For üstə gəlsin müddət. Buna sualını nə verəcək? How long. Cavabımız oldu how long. Məsələn, for a year, bir il müddətində. Demək, müddətdirsə, buna sualını nə verəcək yenə? How long. Həm də bitmiş zamana how long ego ilə, when ilə, what time onsa sual vermək olur. Gəldik bura. Why'dan sonra dedik ki, köməkçi feil gəlməsi lazımdır. Sual sözündən sonra xüsusi isim və ya da şəxs əvəzi gələ bilməz. Köməkçi feil gəlməlidir. Bu getdi. Sonda for var. For varsa ya who olmalıdır ya da what olmalıdır. Nə üçün, kim üçün? Buna görə və for olmaz. Bu da çıxdı. Və who'dan sonra xəbər gələrmi? Gələr. When'dən sonra köməkçi feil mübtəda xəbər gələrmi? Gələr. Cavab oldu nə? 3-dən. Oranı silim yoxsa dursun. Deməli, how much'dan sonra nə gəlməlidir yenə? Köməkçi feil gəlməlidir. Bax, köməkçi feil yoxdur. Does-la cost yan-yana gəlib. Does-a görə costun sonunda s olmaz. Qaldı cavabımız D variantı. Yəni how much'dan sonra bir dənə xətt çəkirik. İsim gəlməz. Çıxdıq. Do ilə cost yan-yana gəlmir. Xəbər gəlməz. Köməkçi mübtəda xəbər. Cavab oldu nə? Y variantı. Bax, who'dan sonra bir daha deyirik. Şəxs əvəzliyik. Xüsusi isim gəlməz. Sual sözündən sonra. Nə şəxs əvəzliyik, nə xüsusi isim gəlməz. Didə görə burada told olmaz. Whom'dan sonra nə gəlməli dedik? Köməkçi feil, mübtəda, xəbər. Cavab oldu 3. Və who'dan sonra nə gələ bilər eyni zamanda? Xəbər. Yadda qaldı mı? Deməli, bütün hamısına aid ümumi xüsusiyyət nədir? Köməkçi feil, mübtəda, xəbərin gəlməsi 3-də olduğu kimi. 4-də də who'dan sonra nə gəldi birbaşa? Xəbər gəldi. Bu da eyni qaydada. Saxlamaq lazım. Daha sonra yenə eyni şəkildə bax. Did-lə took olmaz. Take-a qayıtmalıdır. Çıxdıq variantdan. Did Paul take düzdür. Who'dan sonra birbaşa xəbər gələrmi? Gələr. Bax, isimdən, xüsusi isim heç vaxt sual sözündən sonra gələ bilməz. Who'dan sonra gələ bilməz. Cavab oldu nə? 2 ilə 3. Söz önü var sonda. Nə olmalıdır? Who ya da what. Cavab oldu A variantı. Növbəti suala keçirik. Burada da yenə söz önü var. Hər ikisində görürsünüz, sonda söz önü var. Nə olmalıdır? Who ya da what. Cavab oldu what. She came to see you. O gəldi səni görməyə. İndi she mübtədadır. You da tamamlıqdır da, düzdürmü? Biz what-la nəyə sual veririk? Ya mübtəda, ya tamamlığa. İkisi də vardır. Nə o gəldi səni görməyə olmur. O nə zaman gəldi səni görməyə? Verilən what time.
Hansı o gəldi sənə görməyə uyğun gəlmir? Cavab oldu 3 və 4. Does the train arrive at the station? Qatar dayanacağa çatdı. When? What time? Ne zaman? Sinonimdir bunlar ikisi. Yenə də nə qatar dayanacağa çatdı? Olmur. Cavab oldu 1 və 2. About var sözünüdür. Sözünü varsa nə olmalıdır? Bu ilə bu. Cavab oldu nə? 1, 3. Twice a week nə deməkdir? Həftə 2 dəfə. Həftədə 2 dəfə sual veribsə, deməli cümlə indiki zamandadırsa, onda nə ilə sual vermişik deməli? How often. Qaydaya baxsaq, qaydada bunlar hamısı var. Mən sadəcə bir daha onları açıb göstərməyə ehtiyac duymuram. Amma yenə də açıb bunu göstərim deyirəm. Ürəyimdə qalmasın. Deməli, how often how often-dan bax sual verdiyimizdə, fikir verirsinizsə, how often nə tezlikdə deməkdir? İndiki sadə zaman zərflərini sual vermək üçün istifadə olunur. How often-dan sual verdikdə once a week, twice a week, 3 times a day, sometimes rarely kimi sözlərdir. Və burada da bax fikir verirsinizsə, since və since what time bitmiş zamana sual verilir. Bax for-la müddət verilib deyə how long-dan cavab verilir. How long-dan sual soruşub, for-la cavab verilir. İndi burada twice a week isə nə olmalıdır? How often. Yəni once a year isə nə olmalıdır? How often. How many bottles of water-dan bir dənə xət çəkirəm. Bax buradan bir dənə xət. Bundan sonra nə gəlməlidir? Köməkçi verir mübtəda xəbər. Z-yi çıxdıq variantdan, Z-yi çıxdıq variantdan. Sonra xəbər gəlməz çıxdıq variantdan. Did-lə də brought olmaz çıxdıq variantdan. Qaldı Y variantı. How many sacks of floor-dan yenə bir dənə xət çəkirik. How many sacks of floor-dan bir dənə xət. Ondan sonra nə gəlməlidir? Köməkçi feil gəlməlidir. Düzdürmü? Z-ləri çıxdıq. Xəbəri çıxdıq. Did-dən də used olmaz. Köməkçi, mübtəda, xəbər cavab oldu C variantı. 122. Bitmiş zamandır. Uşaqlar, qaydaya baxsaq, bayaqki qısa qaydamıza baxsaq, və burada görəcəksiniz ki, when, what time, how long ago ilə bitmiş zamana sual vermək olmur. Bitmiş zamana sual since when, since what time, how much time, how long-la vermək olur. Və bu suala görə, bitmiş zaman olduğuna görə what time-la when-i çıxırsan, qalır cavab nə? 1 ilə 4, cavab oldu Y variantı. Yenə bitmiş zamandır, when-i çıxdıq, what time-ı çıxdıq, düzdürmü? You nədir burada? Rəsul qulaq az. You mübtədadır, car nədir? Tamamlıqdır. Cümlədə mübtəda var, tamamlıq var, elə demə. Cümlədə mübtəda var, tamamlıq var. Who ilə what-u çıxırıq variantlardan. Çünki niyə? Cümlədə mübtəda və tamamlıq varsa, nəyə çıxırıq? Who ilə what çıxırıq. Nə sən park edibsən maşını olmur. Niyə maşını park edibsən burada olur. Yəni, who-dan sonra xüsusi isim gəlməz. Bunu çıxdıq. Bax, indi variantlara baxsaq, bax 2 ilə 4-ə bax. Did-lə burada told verilir. Buna görə bu səhvdir. Amma 2 düzdür. 1 ilə 2. Who-dan sonra birbaşa xəbər gördünüzsə, bilin ki, o düzdür. Çünki who-dan sonra birbaşa xəbər gələ bilər. Bu mübtədanın sualıdır. Köməkçi mübtəda xəbər də düzdür. Cavab C. Did you learn Japanese? Sən Yapon dilini öyrənirsən. You mübtədadır. Japanese də tamamlıqdır. Biz who ilə what-la nəyə sual veririk? Ya mübtədaya ya tamamlığa. İkisi də var. Nə sən Yapon dilini öyrənirsən, kim sən Yapon dilini öyrənirsən olmur da. 1, 2. Niyə öyrənirsən, nə zaman öyrənirsən? Cavab olacaq nə? 1, 2. İsim gəlib nöqtələrdən sonra, isim gələrsə, bayaq dedik ki, whose, which, what kind of, how many, how much. Bunlardan biri gəlməlidir. Variantda nə var? What var, which var. What kind niyə olmaz? Çünki of-u yoxdur. What kind of olmalı. 1, 2. İsim gəlib yenə what olacaq, bir də which olacaq. What kind-ın yenə of-u yoxdur deyə çıxırıq variantdan 1, 3. Sonra bəli. Tool isimdir. Stop da xəbərdir. Nöqtələrdən sonra xəbər gələrsə, bu nəyin sualıdır? Ayso, nöqtədən sonra xəbər gələrsə, onda Yahoo-dur, ya da what-dur. Mübtədanın sualıdır. Amma isim gələrsə, who-dan sonra isim gəlmir. Amma what-dan sonra isim gələ bilir. Çünki who mübtəda və tamamlığın sualıdır. What həm mübtədanın, həm tamamlığın, həm də təyinin sualıdır. Burada fikir versə də, burada isim gələndə var, burada what var. Amma who var mı burada? Yoxdur. Bu qaydaya əsasən, birində isim, birində xəbər varsa, demək nədir cavabımız onda? Whatdur. Yəni birində isim, birincidə isim, ikincidə xəbərdir. Demək nə olacaq yenə cavabımız? What. İsim gəlibsə, deməli, how much-dan sonra kontrakt sözü sayılandı işlənməz. Düzdürmü? What olar, which olar.
How many niyə olmaz? Çünki ondan sonra necə isim gələr? Cəm isim gələr. Buna görə cavab olur nə? 1 və 2. Növbəti sualda eksperiment sözü var yenə. Nə olacaq? What olacaq? Which olacaq. How much'dan sonra sayılan isim gəlmir. Eksperiment sayılır. Ona görə uyğun gəlmir. How many'dən sonra da cəm isim gəlməlidir. Ona görə səhvdir. Cavab oldu nə? 2 və 3. Davam edirik. 132. Nə gəlib nöqtələrdən sonra? Yenə isim. Which olacaq. Bir də what olacaq. Cavab oldu nə? 2, 3. Sonda nə var? Sözünü var. Sözünü varsa nə olacaq? Bu ilə what olacaq. Görürsünüz uşaqlar, o qısa dediyimiz qaydanın içində hamısı var. Bax, görürsünüz cavablar, sualların cavabı. Sözünü var, nə olacaq? What. İndi resolution sözü isimdir. İsim. When'dən sonra isim gəlmir. How'dan sonra isim gəlmir. Why'dan sonra gəlmir. Where'dən sonra gəlmir. İsim nədən sonra gələr ancaq? What'dan sonra verilənlərdən. Burada bax, whose, which, what kind of, how many, how much. Bunlardan hansı var? What var. Yenə rule sözü isimdir. Verilənlərin hansından sonra isim gələ bilər? What. What'un oradakı mənası hansı mənasındadır? Deməli, who var, sonunda sözünü var. Demək, burada who tamamlığın sualıdır. Who'dan sonra you gəlməz. Who'dan sonra ya birbaşa xəbər gələrdi, bu mübtədanın sualıdır. Ya da who'dan sonra digərləri kimi köməkçi feil, bəli, mübtəda əsas feil olmalıdır. Burada tamamlığın sualıdır deyə, bu ikincisi olmalıdır. Bu olmalıdır. Köməkçi mübtəda xəbər hardadır? Y-də. Köməkçi mübtəda xəbər. D niyə olmadı? Left, leave-ə qayıtmalıdır ona görə. Yenə eyni şeydir. Bu what'da da, yenə köməkçi mübtəda xəbər. Didlə fil yan-yana gəlməz. Didə görə filled ed olmaz. What'dan sonra you'lar gəlməz. Qaldı cavab C. Köməkçi mübtəda xəbər. Sözünü var sonda. What. Sözünü var sonda. Nə olacaq? What. Gəldik bura. There is. Is-dirsə nə olmalıdır? Isn't. Isn't-dırsa, amma Z olduğuna görə Z ilə sual verməsində. Isn't Z. Is the woman whom you helped. Kimə ki sən kömək etdin. Bu isə bizə lazım deyil. Bu qadın sözünü aydınlatmaq üçündür. Təsəvvürə gətir ki, bu sual burada. Where is the woman olar mı? Qadın haradadır? Olar da. Qadın kimədir? Kimidir? Olmur. Qadın nə zamandır? Qadın kimdir? Mesela who is he deyə bilərsən. Who is he? Who is she? Where is she? How is she? How is she? Deyə bilər. And when is she deyə bilərsən. Aydın oldu. Who are you? How are you? What are you? What are you nədir? Nəçisən yəni də. Where are you? Ay so. Amma when are you deyə bilməzsən. 1-lə 4. Park sözü isimdir. Bir daha xatırlayaq. Əzbərliyin də artıq da bir də. Whose, which, what kind of, how many, how much isim varsa. Bunlardan indi hansı var? What var, which var. What kind'ın of'u yoxdur. Cavab oldu nə? 1-3. Yenə isim var. İsim var. What kind'ın of'u yoxdur. Cavab olacaq nə? What və which. Hə, qəsdən bıraxmıram. Çap səhv oldu. Cavabını da düzgün çıxmır axı. Did you solve the problem? Sən problemi həll edibsən. Burada you nədir? You nədir uşaqlar cümlədə? Mübtəda. Problem nədir? Tamamlıq. Biz who ilə what-la nəyə sual verdik? Mübtədaya ya da tamamlığa. İkisi də var cümlədə. Ona görə who ilə what çıxdıq. Nə qaldı? 1, 2 və 4. Nə zaman problemi həll etdin? Necə həll etdin? Has var və has burada necə feildir uşaqlar? Has burada necə feildir? Köməkçi feildir. Çünki V3 gəlib hasdən sonra. Demək, inkarı özünə düzəlməlidir. Bunda nə olacaq? Hasn't. Gəldik bura. When'dən sonra he-ləri çıxdıq variantdan. He-ni çıxdıq variantdan. When'dən həzə sual vermək olmaz. Düzdür mü? Cavab oldu nə? Does he do shopping? İndi deyəcəz ki, o does nədir, o do nədir? Birinci does köməkçi feildir. İkinci do isə etmək feildir, əsas feildir yəni. Məsələn, mən belə bir dənə cümlə deyirəm. He does shopping. Burada does nə deməkdir mənası does'ın? Qulaq as Xəzri. Burada does'ın mənası burada nədir? Burada does'ın mənası nədir? Burada does'ın mənası etmək demək. Etmək. Necə feildir buradakı does?
Əsas feildir, etmək. Və bunun sualını biz verdiyimizdə necə verərik? Bunun sualını verdiyimizdə. Bax, he does shopping cümlənin eynisini yazdım. Does he do shopping? Ayso. İndi məsələn biz normal cümləyə, məsələn he speaks English cümləsində sual verən necə verir? Does he speak deyirik də. İndi bax burada da bunun qabağına gətirib bir dənə nə qoyuruq? Do qoyuruq. Do qoyan kimi bunun sonundakı s göndərir hara? Bura. Bu olur nə? Does. Bunun sonundakı s nə oldu? Düşdü. Does he do shopping? Birinci does nədir? Köməkçi. İkinci do isə necədir? Əsas. Does he shopping versən səhvdir. Bundan sonra baxın. Uşaqlar, köməkçi, mübtəda xəbər. Buradakı həndin mənası təqdim etmək deməkdir. Bu düz. Bax, bundan sonra birbaşa xəbər gələ bilərmi? Xəbər nədən sonra gələ bilir? Bu, vot, 2 getdi. Didə görə burada ed ola bilərmi? Xeyr. Ona görə 3 də getdi. Qaldı cavab nə? 1, 4. Bundan sonra xəbər gələ bilər. Cavab oldu nə? 1 və 4. Yəni Y variantı. Növbəti sualda Vaydan sonra Z gəlməz. Bu getdi. Who'dan sonra you gəlməz. Ümumiyyətlə, sual sözündən sonra şəxs əvəzi gələ bilməz. Yadda saxlayın. Sual sözündən sonra 2 hal ola bilər. Baxın, sual sözündən sonra nə gələ bilər ümumiyyətlə? Sual sözündən sonra nə gələ bilər? Hə? Sual sözündən sonra, bax, sual sözü ayso. Ondan sonra gələ bilər köməkçi feil, üstə gəlsin mübtəda, üstə gəl əsas feil. Bir dənə who ilə what da sual sözüdür, düzdürmü? Onlarda bir dənə who ilə what da birbaşa nə gələ bilər? Xəbər gələ bilər. Qalanlarında hamısı köməkçi feil gəlməz. Do, does, did və s. Hə, isim gələnlər xaricdə, o whose, which, what kind of, how many, how much. Onlar birlikdə sual sözü olmuş olur, elə bil ki. Which book, o birlikdə elə bir sual sözü olmuş olur. Onu daha qarışdırmırıq. Cavabımız oldu nə? Yəni, sual sözündən sonra şəxs əvəzi gəlməz. Ona görə cavab olur nə? 1 və 3. Yenə gəldik. Why'dan sonra you gəlmir. Did you buy? Did you play? Bu da olar. 1, 3. Görə ofis tərəfdə nə var? Who'dan sonra yenə you gəlib. Uyğun gəlmir. Cavab oldu B. Şimdi bax, what kind of holiday? Bax, buradan bir dənə xət çəkdim. 1 düz olar, yoxsa 2 düz olar? 1. You gəlməz də. Are you olar da. Sonra, what did happen? Didlə happen yan-yana gələ bilər? Xeyr. 3. What'dan sonra birbaşa xəbər gələrmi? Gələr. Cavab oldu nə? 1, 3. Who'dan sonra birbaşa xəbər gələrmi? Gələr. Who'dan sonra birbaşa xəbər gördürsə birinci düzdür. Və didlə xəbər yan-yana gəlmir. When'dən sonra da isim gəlmir. What's the time? Cavab oldu nə? 1, 2. Cavab oldu 1. Qulaq as. When'dən sonra isim gəlmir. Getdi. Variant getdi. Didlə də ed olmaz, yan-yana olmaz həm də. Cavab oldu nə? 3 və 4. Who'dan sonra birbaşa xəbər gələrmi? Gələr. Köməkçi mübtəda xəbər yəni olar. Cavab oldu nə? 3, 4. Did you expect to see them? Expect nə deməkdir? Expect. Gözləmək, zənn etmək. Sən orada görməyi gözləyirdin. Qulaq asın Zəhra. Sən orada görməyi gözləyirdin. Kimi və nəyi görməyi gözləyirdin? Sən orada nə zamanı görməyi gözləyirdin? Niyəni görməyi gözləyirdin? Olmadı. Cavab oldu 2, 4. Gəl, sizdən ötürü hamısını izah edirəm ki, bir dəfəlik bu mövzunu anlayasınız. Bitmiş zamandır və bayaq dediyimiz kimi bitmiş zamana sual 6-cı qayda when, what time, how long ago ilə olmaz. Bunlar nə olar? Since when, since what time, how long, how much time olar. Ona görə bitmiş olduğuna görə what time getdi, how long ago getdi, when getdi. Nə qaldı indi? So what qaldı? Have you had the same hairstyle? You nədir burada? Mübtəda. Same hairstyle nədir? Tamamlıq. Biz bunda what'u qoya bilmirik də. Nə sən eyni saç stilindəsən var. Nə qədər müddət sən eyni saç stilin var. Equipment sözü isimdir. Nöqtədən sonra isim gəlirsə nə olur? Whose, which, what kind of, how many, how much. Bir daha deyirəm. Bezmədən. Whose'la nə olur nə? What kind of. 1 və 5. Gördün, burada artıq ofu qoyublar. Why'dan sonra həmişə nə gəlməsi lazım dedik? Köməkçi feil. Bir də xəbər gəlib olmur, you'ları olmur. Didlə də get yan-yana olmur. Y variantı. Sağ olun. Deməli, from var. Söz önü sonda gələndə nə işlədirdik? Who ilə what. From gələndə isə who, what. Bir də əlavə olaraq nə olur bununla?
V olur. Kimdən, nədən, haradan. İndi olacaq nə? Who ilə V. 1 və 5. 59. Bitmiş zamandır yenə. Bitmiş zamana what time olmaz, when olmaz, how long ago olmaz. Bayaq dedik. 1 nə olar? 5. Cavab C. 160. Diqqət. Yenə bitmiş zamandır. Bitmiş zamana yenə sualı ilə vermək olmur. When, what time, how long ago ilə vermək olmur. Bir daha xatırlayaq. When, what time, how long ago olmur. Since when, since what time, how long, how much time olur. Buna görə cavab olur nə? How long və since when. Gəldi yenə bitmiş zaman. Yenə when çıxdı. What time çıxdı. How long ago çıxdı. 3 və 4 cavab oldu D variantı. Biz who'dan sonra birbaşa xəbər görsək dedik ki, düzgündür. Ona görə 1 doğrudur. Didlə də publish yan-yanadırsa demək səhvdir. İndi 2 ilə 4-ü müqayisə et. Was published nədir? Məhculdur. Məhcul olanda to be ilə V3-ün arasında nə olmalı bu arada? Mübtəda olmalıdır. Yəni was ilə publish'ın arasında olmalıydı da. Yəni 2-ni qoyanda olur ki, kim nəşr edildi? Kim nəşr edildi kitab tərəfindən? Yəni, uyğun gəlmir. Kitab kim tərəfindən nəşr edildi? 1 ilə nə olur? 4. Yenə who'dan sonra isim gəlmir. Getdiyi variantdan. Who'dan sonra xəbər gəlir. İndi məhcul hansı düz olacaq? Hansı düz olacaq məhculda? 4. Were ilə decorate'in arasında room. 2 və 4 cavab A. I am sure it's Miranda. Mən əminəm ki, bu Mirandadır. Nə soruşub ki, ne deyir ki? Rose kimə danışır, kimlə danışır? Who is Rosie talking to on telefon? Telefonda kimə danışır? Poem isimdir. Yenə bayaq dedik ki, whose, what kind of? 1 və 5. How much'dan xət? İsim getdi, isim getdi. How much is this equipment? Bu alət neçəyədir? Bir də does this equipment cost? Qiyməti nə qədərdir? Yəni bu mən ayrıca kitabda ayrıca qayda kimi yazmışam. Bir şeyin qiymətini soruşdur. Do, does deyil, üstə gəlin mübtəda ya cost ya da to be üstə gəlinsin isim. Sözünü. Cavab burada nə oldu? 2 və 3 cavab oldu deyil. Sözünü varsa sonda nə olacaq? Bu ilə would. Did your parents have holiday? Your parents nədir? Mübtəda. Tamamlıq nədir? Holiday. Bu da tamamlıq. Deməli, hu ilə votu çıxırıq da variantdan, hə? Nə zaman tətil edirlər? Harada edirlər? 1 və 3. Cavab oldu. Əlbəttə. Holi ilə deydən əvvələ gəldim. Deməli, left nədir? Xəbər. Hə? Uşaqlar. Purse nədir? İsim. Uşaqlar, bir şeyi xatırlayaq. Burada əslində mən qaydada qeyd etmişəm. Oradan göstərim sizə. Bax, cümləyə fikir ver. He left the purse. Birinci buna baxaq. He left the purse. Nə deməkdir? O pul qabını itirdi. Buna sual verən necə vermişik fikir verirsə? Bir dənə he-nin yerinə who qoymuşuq da, hə? Bir dənə ardıcıla bir dənə diqqət edin uşaqlar. He left the purse. Mən buranı silim deyirəm bəlkə. He left the purse. Bir dənə he-nin yerinə burada nə qoyulur? Who. He has left the purse. Burada da he-nin yerinə qoyulur. Who. Who has left the purse. İndi who has-in yerinə necə verə bilərik qısaldıb? Who apostrof S. Deməli, who apostrof S nədir onda orada? Who is ya da who has. Bax, he is speaking fluently. Sağa bax. He is speaking fluently cümləsində. Burada he-nin yerinə qoymuşuq gətirib. Who. Deməli, who apostrof S nəyin qısasıdır uşaqlarında? Ya da who has-in. Başa düşdük? Deməli, who apostrof S nəyin qısasıdır? Ya who is-in ya da who has-in. Who-dan, what-dan sonra birbaşa xəbər gələ bilir, hə? Deməli, who apostrof S-dən sonra da yenə də eyni şəkildə xəbər gələ bilir. Aydındır? Deməli, burada fikir verəcəyimiz şey nədir? Deməli, he left the purse, bir daha deyirəm. He-nin yerinə who qoyduq. He has left the purse, yenə he-nin yerinə who qoyduq, amma who has-i qısaldıb necə verə bilərik? Who apostrof S verə bilərik.
He is speaking, who is speaking, who is'in yerinə who apostrof s verə bilərik. Buradan da belə bir dənə nəticə çıxmış oldu. İndi qayıdırıq suala. Sualda. Deməli, birincidə left olduğuna görə who'dan sonra xəbər gəlmir. Whom'dan sonra xəbər gəlmir. Who'dan sonra xəbər gəlmir. Demək, who apostrof s olar da, who has left. İkincidə isim var, person. Who apostrof s'dən sonra isim gəlmir. Nədən sonra isim olur? Who'dan sonra. Eyni sualdır. Xəbər gəlibsə, who's getdi, whom getdi, who's getdi. İsim varsa, who apostrof s getdi, qaldı who's. How many times a day? How many times a day'dən xət. Bundan sonra köməkçi feil gəlməli. Bax, burada isim gəlib, burada da şəxs əvəzi gəlib. Cavab olur nə? 1-dən 2. Cavab oldu D. Vaydan sonra nə gəlməsi lazımdır? Ayla nə gəlməsi lazım vaydan sonra? Köməkçi feil gəlməlidir. Aha. İndi had to'nun sualı özündən düzələrmi? Had to'nun sualı özündən düzələrmi? Xeyr. Had to modal feildir və sual özündən düzəlmir. Didə görə də had to olmaz. Qaldı cavab nə? A. Biz bilirik ki, had to, have to, has to modal feildir və sualın imkanı ilə düzəlir. Do, does və did ilə düzəlir. Bilirik, eləmi? İndi votdan bir dənə xət. Votdan sonra isim gəlməz, düzdürmü? Didə görə had olmaz. Nəyə qaydar bu? Həvə. Deməli, didə görə həzə də qayıtmaz. Nəyə qaydar? Həvə. Bu da getdi, bu da getdi. Didlə have to bu doğrudur. Had to da özündən düzəlmir. Yenə eyni sualdır. Bax, votdan sonra Sally gəlməz. Did Sally have to? Bu düzdür. Yenə didlə had olmaz, has olmaz. Had to'nun sualı özündən düzəlmir. Eyni söhbətdir. Did the gardener have to? Modal feil olanda bir daha deyirəm, do, does, did. Üstə gəlinsin mübtəda, üstə gəlinsin have to şəklində olmuş olur. Bax, bunun qısa özəti də burada qeyd etmişəm. Do, does, did, üstə gəlsin, have, üstə gəl isim əsas feil kimi. Do, does, did, üstə gəl have to, üstə gəl mübtəda. Have, has, had, üstə gəl mübtəda, üstə gəl V3. Bu da belə. Deməli belə. İndi gəldik sualların davamına. Bunlar yəqin ki, həvə aid qaydalardır hamısı. Whom'dan sonra he gəlməz. Who'dan sonra he gəlməz. Had he made olmalıydı burada da. Yəni had he made olmalıydı. Cavab oldu nə? Burada had köməkçidir, made əsas. Who'dan sonra have been made. Have been made nədir? Have been made nədir? Məhculdur da, məhcul. Məhculdursa, have ilə binin arasında eksperimenti gətirib işlətməliyik. Baxın, uşaqlar elə variantı. Have ilə binin arasında eksperiment olan variant burada var. B-də var. Başqa baxın, var mı? Getdi. Have yenə gəlməlidir bu yüzə. Have yenə gəlməlidir bu yüzə. Bu sual cümlələrindən bilirik də, düzdürmü? Sual cümlələrindən bilirik ki, sual sözündən sonra to be və V3-ün arasında mübtəda gəlməlidir. Have been olanda have ilə binin arasında işlənməlidir. How much-dan xət. İsmi çıxdı. Qaldı cavab nə? 1-lə 2. Bir şeyin qiymətini soruşduqda. How much-dan xət. Yenə ismi çıxdın. Xəbəri çıxdın. Birbaşa xəbər gəlmir. Do ilə cost yan-yana gəlmir. Are these trousers? Bir şeyin qiymətini soruşduqda. Bunu da ayrıca mən burada qeyd etmişəm. Bir şeyin qiymətini soruşduqda uşaqlar iki cür soruşmaq olar. Burada qeyd etmişəm. How much, üstə gəl, to be, üstə gəlsin mübtəda. Bir şeyin qiymətini belə soruşsan. This car is $10,000. Burada 10-ə sual versəm əgər, 10-ə sual versəm, how many dollars is this car olar? Amma $10,000 ümumi sual versəm, how much is this car olar? İndi sual, niyə belə oldu? Bax, 10,000, 10-ə yox, 10,000 da sual verməliyəm burada. Səhv deyiləm. 10,000 da sual versəm, 10,000 da sual versəm, onda how many ilə sual verirəm? Nə qədər dollardır yəni? Dollar sayılır. Amma $10,000 ümumi sual versəm, nə olur orada? Nə qədər pula? How much niyə olur orada? How many olmadı? Çünki pul sayılmırdı ona görə. İndi bax, onda necə oldu? How much are these cars? Burada belə oldu. Əgər costla olmuş olsa, how much do does did üstə gəlmiş olsa, üstə gəl cost. How much does this car cost? How much do does did üstə gəl dedik ki mübtəda üstə gəl cost.
İsti oldu sizə. Uşaqlar soyuq olar ha. How much time-dan xət. İsmi çıxdıq. Didlə had to olmaz, düzdürmü? Had to da sualı özündən düzəlməz. Qalır cavabımız nə? D variantı. Bax, bayaqki sualdandır. Left gəlibsə, bayaq nə qoyduq xəbər gələndə? Xəbər gələndə nə qoyurduq bayaq dedik? Ya who olur, ya da who apostrof s. İndi whose olmur. Whose'dan sonra xəbər gəlmir. İkincidə isim var. İsim varsa nə olmalıdır orada? Whose. Whose da hardadır? A'da. Demək, növbəti. Does Jane have English? Burada Jane nədir? Mübtəda. English nədir? Tamamlıq. Deməli, who ilə votu çıxırıq. Nə Jane'in ingilis dilisi var? Olmur. Nə qədər müddət, nə qədər vaxtdan bir olur? Nə zaman olur? Bir də olurmu ümumiyyətlə? 2, 4, 5. Eyni sualdır. Yenə də votla who'nu çıxırsan, qalır cavabına 2, 3, 5. Yəni who'dan sonra xüsusi isim gəlmir. Didə görə bu spoke, speak-ə qayıtmalıdır. Qaldı cavab nə? 3 və 4. Who'dan sonra xəbər, köməkçi mübtəda xəbər. Cavab oldu 3, 4. Yəni who has given the instruction? Burada has given nədir? Has given nədir birlikdə? Xəbərdir. Örtün uşaqlar, pəncərəni örtün, soyuqdur. Who has given nədir? Has given orada birlikdə xəbərdir. Orada who'nun yerinə bir dənə he qoysaq uyğun gəlirmi? Bax, he has given the instruction. Uyğun gəlir də, hə? Və bu nəyin sualdır? Mübtədanın sualıdır. İndi have been given olanda nə olur onda? Bax, have been given olanda nə olur? Məhculdur da bu. To be V3. Məhcul olanda necə idi bəs qaydamız? Have ilə binin arasında mübtəda olmalıydı. O da hadisi variantı var bax. Have the instruction been given. Bax, bunu tapmanın rahat yolunu bir daha qayıdıb təzədən göstərim sizə uşaqlar. Eyni sualı bir daha qayıtmayaq deyə. Bax, fikir ver. Who has given the instruction? Bəlkə də burada var indi, qaralamada var. Ha, var imiş da bir bax. Bax, burada əksər o problemli nisbətən çətin görünən sualların var. He has given the instruction sualında he'yə sual necə veririk? Who has given the instruction belə veririk də, düzdürmü? Who has given the instruction. İndi, məsələn, mən bu cümləni, bu məlumdadır da bu cümlə, bu işarələdiyim hissə. Bu məlumdadır. Mən bunu məhdud çevirən necə edirəm? Hasdirsə have been olmalıdır və arasında nə işlətməliyik biz onda? Instruction işlətməliyik. Yadınıza gəlirmi? Əvvəlki cümlənin tamamlığı mübtəda yerinə keçir. Bu xatlayırsınız. Bu məhduda çevirəndə bir daha deyirəm. Tamamlığımız nədir? Instruction. Bu sözü ara işlədirik. Have, has ilə birinin arasında. Have ilə birinin arasında instruction olacaq. O da hansı, necə olacaq? O belə olacaq. Başa düşdük. İndi bu suala əsasən 2 düzdür, bir də nə düzdür? 3 düzdür. Cavab olur A. İndi eyni suala əsasən has cancelled the flight, bu məlumdur. Məhcul da necə olacaq? Has ilə birinin arasında flight olan. Cavab oldu nə? 1, 2. How long-dan xət. You gəlməz. You gəlməz. Düzdürmü? Didə görə had olmaz. Had-tun da sualı özü ilə düzəlməz. Bax, indi have-in necə özünə düzəlmiş oldu? Çünki burada nə var? V3 var. Have-in bu halda sualı özünə düzələr ki, ondan sonra mübtəda gəlib V3 gəlsin. Sonra, I have bought a car, a new car. Mən yeni maşın almışam. İndi o qayıdıb soruşur ki, what was the price olardı, düzdürmü? How much was it? Bu olar. How much did you pay olardı burada. Onun düzgünü. How much does it cost olardı. How much does it cost to S olmazdı. Qaldı cavab nə? How much was it? Başa düşdünüz? Who'dan sonra nə gəlir uşaqlar? Ya birbaşa xəbər, ya da köməkçi və mübtəda xəbər. Who'dan sonra you gəlməz. Bax, does-la teach yan yana gəlmir. Did-lə də taught yan yana gəlmir. Cavab oldu nə variantı? 1, 4. Cavab oldu. 190. Eyni şeydir. Bax, did-lə showed yan yana gəlmir. Does-la da s yan yana gəlmir. Bir də you gəlmir, şəxs sərhədliyi. Cavab oldu nə? 1 və 4. A variantı. İndi fikir verin. Let burada hansı zamandadır? Let.
Keçmiş. Ne bildiniz keçmişti? İndiki olsaydı bu olardı let's. Keçmiş son sualını ilə verərik. Didlə. Hansı variant səhvdir? Uşaqlar, mən baxan kimi bilən ki, burada cavab B variantı səhvdir. Çünki 2023-ün toplumunda var idi. Burada isn't Z verib. Burada Z olmaz. Niyə Z olmaz? Çünki burada fashion sözü itdir. Səhv variant soruşur. Isn't Z əvəzinə olmalıydı orada it. Cavab oldu B variantı səhv. 93-də yenə səhv variant soruşur. İnkar cümləyə sual. İnkar cümləyə sual. Necə verərik? Bax, burada bir dənə bunu məncə olmalıydı. Ha, istənilən şeyi burada yazmışam, o vaxtdan qalıb bax. He can not come to their help. Cümləmiz budur. Bu hissə. Yaşıl işarə edirəm. He can not come to their help. Cümləmiz budur. Bu cümlənin sualını necə verərik? İnkar sualı. Necə verərik? Can he not come? Ya da can't he come olar. Yəni, inkar cümlənin sualında ya can'i keçərik əvvələ, not qalar yerində. Ya da belə keçərik, can't. Başa düşdük? Ya can keçər, not qalar yerində, ya da qısa şəkildə can't kimi keçər. Şimdi gəlib bura. Vaydan sonra gül gəlməz, elə cavab səhv ad. Şimdi fikir ver. B ilə C eyni şeydir. Fikir ver. Can keçib, not qalıb yerində. Can't keçib əvvələ. Burada da why can't you go, why can you not go? Eyni şeydir da. D ilə eyni şey. Başa düşdük? How much? Bundan sonra isim gəlmir. Birbaşa xəbər gəlmir. Nə olmalıdır? Bir şeyin qiymətini soruşanda to be mübtəda ya da does mübtəda cost. Which famous person have you shaken hands with? Elə A uyğundur. Görək B'də nə var? Whom'dan sonra you gəlmir. V'dən sonra you gəlmir. Has Trump. Burada olmalıydı. Donald Trump. Trump'ın salamı. Why'dan sonra she gəlmir. Qaldı cavab nə? Deməli, which hold. Ondan sonra deyək ki, bu sual oldu. Ondan sonra isim gəlməməlidir. Why'dan sonra you gəlmir. Have you planted olmalıydı da. Düzdür mü? Where have you dug a hole to plant a tree? Düzdür da bu. Where'dən sonra köməkçi feil. Have köməkçidir. Dug da V3'dür da. Yerdə səhv imiş. Baxmamışdan. Çünki niyə səhv imiş? Burada has planteddirsə, burada necə olmalıydı? Hasn't olmalıydı. Sonra when'lə have sual vermək olur mu uşaqlar? Bayaq dedik. Hansına vermək olmurdu? When'lə, what time'la. Düzdür mü? Ondan bitmişə sual vermək olmur. How has a visitor fed a lion? Bax, burada has necə feildir uşaqlar? Köməkçi. Fed hansıdır? Əsas. Ancaq have has'ın sualı bu halda özünə düzələ bilər ki, have has'dən sonra mübtəda gəlsin, sonra V3 gəlsin. Elə bu düzdür. How often'dan sonra isim gəlmir. What'dan sonra mübtəda gəlmir. What'dan sonra təyin edici isim gələ bilər. Which animal have you fed olmalıydı da? Burada da ona gəlsəkdir. B variantı. Why'dan sonra she gəlmir. Have you grown olmalıydı da burada da. Getdi. Have grown. Have necə feildir burada? Köməkçi. Burada necə olmalıydı onda? Haven't olmalıydı. Getdi. When'dən sonra have oldu. When'dən sonra have olmur. Ay sağ ol. How have you grown tomatoes? Bu düzdür. O fikir versənmi? Quruluş etibarilə D ilə Y eyni şeydir da, hə? Amma D-ni götürməli, Y-ni götürür. Niyə? D-dən sonra have gəlmir, amma halda elə bir qayda yox. She had a haircut. Burada had necə feildir? Had burada necə feildir uşaqlar? Əsas. Niyə əsasdır? Have-dən sonra isim gəlib çünki. O zaman sualın kəndi ilə düzəlməlidir. Did nə? Cavab A düzdür. Burada
Having 3 forması var idi. Bax, xatırlayırsınızsa. Having birinci forması nə idi? Əsas feil kimi işlənmə idi. Have-dən sonra nə gəldi? İsim gəldi, o əsas feil idi. Bunda sualın kağıdı do doesn't düzəlir. Xatırlayırsınız bunu. 2. Having necə feil kimi işlənmə idi? Modal feil kimi. Have-dən sonra to gəldi. Yenə sualın kağıdı do doesn't düzəlirdi. Bu burada gördüyümüz kimi sarıyla işarələdiyimiz yerdəki kimi. Having nə zaman sualın kağıdı özünə düzəlirdi? Nə zaman? Have-dən sonra V3 gələrsə köməkçi feildir və o zaman sualın inkarı özü ilə düzəlirdi. İndi burada da had əsasdır, ona görə didn't olmuş olur. Had she. Burada nə yoxdur? Had'in sualı əgər özündən düzəlsə, burada nə olmalıydı onda? V3 olmalıydı. V'ndən has gəlmir. Had she burada nə olmalıdır yenə? V3 olmalıydı. Which haircut doesn't da has olmaz. Nəyə qaydardı bu? Have-ə qaydardı. How often-dan bir dənə xət. Daha doğrusu xət çəkə bilmirəm. How often-dan sonra Z işlənmir. Bunu çıxdır. Had the team member a good time. Burada nə yoxdur cümlədə? V3. Yəni had'in əgər sual özündən düzəlibsə, bundan sonra nə olmalıydı? V3 olmalıydı. Yox. V'ndən sonra have gəlmir. Does Leo have a good time? Bu olar. Sonra burada does'dan has olur. How many times have the children a bath? Burada have necə feildir? Əsasdır. Ona görə özündən düzəlməməli. Bəli. Ben orada dalsam daha olası. Deməli. Tamam. Olur mu? Biraz sonra zəng gəlsə, indi dəstəyəm. Hə, deməli, does'la has olmaz. Nəyə qaydar? Have-ə qaydar. Have-ə qaydar. Has burada necə feildir? Əsas feildir. Has a bath. Has burada necə feildir? Əsasdır. Ona görə bu doesn't olmalıydı burada. Doesn't olmalıydı burada. Sonra had the children a bath yesterday. Bu düz olar mı? Xeyr. Niyə? Çünki əgər had'in sualı özündən düzəlibsə, burada nə olmalıydı? Burada V3 olmalıydı. Bunun düzgünü belə olmalıydı. Did the child have olardı. Have a bath. Ay sonra. Have a bath'dakı have əsas feildir, özündən düzəlmirdi. Ona görə də cavab olur ya. How often? Ondan sonra yenə have you a holiday olmaz. Çünki özündən düzəlmir have'in sualı. Didlə də yenə had olmaz. When'lə have olmaz. Why don't we have a holiday? Burada don't köməkçi feildir. Mübtəda. Burada da nə gəlib? Əsas feil. Olar mı? Olar. Do does. Bu inkarıdır da. Mübtəda verir. Bu yer niyə səhvdir? Had burada əsasdır. Əsasdır. Bu necə düzəlməlidir bunun inkarı? Didn't-dan düzəlməlidir də. Cavab olur D variantı. Aydındır? Let us. Uşaqlar, let us-la düzələn cümlələrdə, bax, yadda saxlayın. Bunun ayrıcı sualı shall we olur. Deyəcəksiniz, niyə? Çünki let apostrof s-in açılımı let us deməkdir və əmr cümləsidir bu. Let us. Us nədir? Biz. Let's go for a walk. Gəl gəzintiyə gedək. İndi dəqiqləşdirmək üçün necə deyir? Gedəcəyik, edəcəyik. Yəni ona görə olur nə? Shall we. Ümumi əmr cümlələrində isə will you olur. Məsələn deyirəm ki, close the door. Məsələn bu ayrıcı sual necə olur? Will you? Niyə will you oldu? Close the door. Close the door deyəndə, qapını ört deyəndə kimə deyirsən? Kimə gəldi? Yox. İkinci şəxsin təki və yaxud da cəminə. Qapını ört, pəncərəni aç, diqqətli qulaq as, tapşırıqları yaz. Kimə deyirsən? Sən və yaxud da siz. Ona görə də bunu dəqiqləşdirmək üçün necə deyirəm? Edəcəksən.
Will you? Yəni əmr cümləsində hadisə indiki zamanda olsa da, hadisənin təsirini, nəticəsini nə vaxt eləyəcəksən sən? Gələcəkdə eləyəcəksən də. Ona görə deyirlər nə? Will you. Amma let's-lə olan cümlələrdə isə shall be olur. Çünki let us da orada biz deməkdir. Bax, open the door please. Burada nə olacaq indi uşaqlar? Will you. Heç bilmirdim bu var deyə. Will you. Heç 11-lərin toplusunda bu suallar yoxdur uşaqlar. Baxın, indi deyəcəksiniz ki, ay müəllim, bu cümlə axı təsdiqdədir. Nətər oldu ki, bura inkar olmadı? Uşaq, əmr cümləni inkar eləməyə ehtiyac yoxdur. Belə təsdiqlə verə bilərsən. Bu məsələn, don't be late for the dinner. Yenə will you olacaq. Bax, istər əmr cümləsinin əvvəlki cümlə təsdiq olsun, istər əvvəlki cümlə inkar olsun, will you deyirsən. Aydındır? Niyə? Məsələn, pəncərəni ört. Edəcəksən. Pəncərəni örtmə, yenə edəcəksən. Etməyəcəksən, demirəm ki, dəqiqləşdirmək üçün. Edərsən. Bax, burada qeyd etmişəm, fikir verin. Əmr cümlələrinin ayrıcı sualı will you olur. Let's-də başlayan əmr cümlələrində isə shall be olur. Bunu qaydada var. Sizə atdığım PDF-də də var. Bu sizə atdığım PDF-də də. İndi gəldik. Əmr cümləsi necə olacaq yenə? Will you. Let's-lə başlayıb nə olacaq? Shall be. Let me do my homework. Burada let us deyil da, let me'dir. Nə olacaq yenə? Will you. Mən kimə deyirəm ki, let me do my homework? Ev tapşırıqlarını eləyim deyir. Sənə deyirəm da, sən icazə ver, imkan ver, ev tapşırığını edeyim. Amma let us olan da isə deyirəm ki, biz edək, başa düşdün? Biz olduğuna görə onda o shall be. Amma burada istəyirəm ki, let me do my homework, imkan ver, ev tapşırığını edim. Qoy ev tapşırığını edim. İndi orada kimə deyirəm, sən imkan ver, onda olur nə? Will you. Arada fərqi fikir verdinizmi? Fikir verdiniz? Don't drop the vase. Nə olacaq? Will you. Write your exercise in time. Yenə will you. Go to bed in time. Will you. Stop laughing. Will you. Don't tell a lie. Will you. Sleep on your back. Will you. Stop making noise. Yəni deyirəm, bunlar uşaqlar 11-in testində yoxdur, heç biri. Don't let him go out alone. Will you. Hamısı will you. Yenə don't forget to talk. Yenə olacaq will you. Let us shall we. Let us ise shall we. Asdaxı. Let us. Let me ise will you. Əmr cümləsi. Listen to me attentively. Will you. Don't be late. Will you. Let us shall be yox, shall be. Please pass me the salt. Will you. Don't walk. Will you. Let her. Will you. Çünki sənə deyirəm də, yəni orada hörə baxıb da şey yazmaya ehtiyacı yoxdur. Let her cut her hair shorter. Will you. İmkan ver, icazə ver deyə o saçını qısa kəstirsin. Don't look for Kate. Will you. Tell the truth. Will you. Try on this smaller size. Will you. Let us. Let him. Will you. Will you. Will you. Yenə də əmr cümləsi də oldu will you. Əmr cümləsi yenə oldu nə? Will you. Əmr cümləsidir. Will you. Yəni will you. Will she yazdım, heç çaşıb. Will you. Let us shall be yox, shall be. Let me. Will you. Yerdən demə də. Orada dinləyənlər deyəcək, bunlar səhv deyir. Nə bilirsin ki, rəsul deyir. Let me listen. Let me listen. Let me listen to music a little. İmkan verdiğim musiqiyə qulaq asın. Will you. Yəni imkan verəcəksən. Wash the dirty dishes. Will you. Take an umbrella. Will you. Let us shall we.
Don't watch TV. Will you? Let me go. Will you? Will it How How? take how much time? you to learn the poem? Ben bir Türkçe'de de How long will it take you to learn the poem? Sənin poemanı öyrənmək nə qədər vaxtını aldı? Ya da how much time? How long and how much time bir-birinə bərabərdir. Nə qədər vaxt, nə qədər müddət. Who'dan sonra bayaq dedik ki, nə gəlməlidir? Ya who'dan sonra birbaşa who ilə what'dan sonra ya birbaşa xəbər gəlirdi. Bu mübtədanın sualı idi. Ya da who ilə what'dan sonra nə gəlirdi? Köməkçi feil, üstə gəl mübtəda, üstə gəl əsas feil. bir. İndi ona görə də who'dan sonra burada Helen gəlməz, does'la da help yan-yana gəlməz. Who does Helen help with this work? Helen kimə kömək etdi? Kim Helen'a kömək etdi? Cavab olur nə? 1 və 2. Bu qədər 51 dəqiqəyə izah oldu. Evdə diqqətli şəkildə bunların izahına baxarsınız ki, bunları bir daha səhv yazmayasınız.